Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya vel murselin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu kavli. Allahümme allimna ma yenfa'na ve enfa'na mimma allamtana ve zidna ilma. Allahümme la sehle illa ma cealtehu sehla ve ente tec'alul hazne izâ şi'te sehla. Deməli, qardaşlar, 3 əsasın şərhinə davam edirik və biz qalmışdıq İslamda. Yəni dedik ki, Rəbbin kimdir, dini nədir, Peyğəmbərin kimdir? Bu 3 əsas, qəbirdə soruşulan bu 3 sualdan Rəbbin kimdir sualının, cavabını danışdıq. Dinin nədir sualının cavabındayıq. Və dinin nədir deyəndə dinimiz də cavabı dinimiz İslamdır. Və dedik ki, İslam deyəndə 3 qism İslam var. Hansılardır? Amin. İslam 3 sinif. Dedik ki, ümumi İslam. Hansı İslamda o ümumi İslam? Bütün peyğəmbərlərin İslamıdır. Allah'a ibadət etmək, ona heç bir şeyi şərik qoşmamaq. Bütün peyğəmbərlər bu İslamda olub, Hənif dində olub. İkincisi dedik ki, xüsusi İslam, bu da Məhəmməd peyğəmbərin sallallahu aleyhi və səlləm getirdiyi şəriətdir, İslam dinidir. Üçüncü də dedik ki, daha xüsusi İslam. Bu da İslam dininin içərisində olan 3 dairədən biridir. İslam dairəsi, iman dairəsi, ehsan dairəsi. Və İslam dairəsindən keçən dərsdə dedik ki, İslamın 5 şərti, 5 rüknü var. Birinci, La ilahe illallah, Muhammeden Resulullah şəhadətini getirmək. İkincisi, namaz qılmaq. Üçüncüsü, zəkat vermək. Dördüncüsü, oruç tutmaq. Beşincisi, həcc etmək. Və ya bunların yeri dəyişir bəzi hədislərdə. Və La ilahe illallah, Muhammeden Resulullah şəhadətindən birinci hissəsini götürdük keçən dərsdə. La ilahe illallah şəhadətin. Bu dərsdə Muhammeden Resulullah şəhadətini götürəcəyik. Namaz qılmaq, oruç tutmaq, zəkat vermək, həcc etmək, bunları götürəcəyik. Yəni, İslamın 5 rüknünü demək olar götürəcəyik bugün. Müəllif rahiməhullah buyurur ki, Mə'nə şəhədətü ənə Muhammeden Rasulullah ta'atuhu fīmə əmər və təsdiquhu fīmə əxbər və ictinəbu mə nəhə anhu və zəcər və əllə yu'bədə illə bimə şərə. Muhammeden Rasulullah kəlməsinin, şəhadətinin mənası odur ki, yəni lüğəti mənası Məhəmməd Allahın Rasuludur. Yəni, bu sözdə lüğəti olan mənasıdır. Əslində, bunun əsas mənası odur ki, onun əmr etdiklərinə itaat etmək, onun verdiyi xəbərləri təsdiq etmək, onun qadağan etdiyi, uzaqlaşdığı məsələlərdən uzaqlaşmaq və Allaha onun göstərdiyi kimi ibadət etmək, onun getirdiyi şəriətlə ibadət etmək. Öz başına yox, Peyğəmbərin getirdiyi şəriətlə ibadət etmək. Və bu 4 məsələ ilə həqiqi sən Peyğəmbərin Allahın elçisi olduğunu təsdiq etmiş olursan, şəhadət etmiş olursan. Yəni, sən Məhəmmədin sallallahu aleyhi ve sellem Allahın elçisi olduğuna şəhadət getirsənsə, bu 4 məsələyə diqqət yetirməlisən. Və onlardan birincisi də dedik ki, bunun mənasından birincisi, onun əmrinə itaat etmək. Allah subhanət Allah Quran-ı Kərimdə buyurur ki, وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ Məhəmməd elçidir, Allahın elçisidir. Başqa ayədə də Allah buyurur ki, Muhammedun Rasulullah. Məhəmməd Allahın elçisidir. Deməli, biz etiqad edərək və qəti
yəni dilimizə gətirərək və qəti etiqad etməliyik ki, o peyğəmbərdir. Muhammed sallallahu əleyhi və səlləm peyğəmbərdir. Allah tərəfindən göndərilmiş bir elçidir. Çünki Allah Subhanahu taala özü Quran-Kərimdə bunu getirir, bunu bizə bildirir. Deməli, Quran və sünnə bizə bu məsələlərdə bu şəhadət mənasında biz bilməliyik ki, Muhammedən Rasulullah kəlməsi nələri gərəkdirir? Birincisi, Muhammedən Rasulullah kəlməsi üç şey gərəkdirir. Birincisi, qəti etiqad etməliyik və dilə getirməliyik ki, o Allah tərəfindən olan peyğəmbərdir. Uca Allah buyurur ki, Muhammedun Rasulullah. Muhammed Allahın elçisidir. Eləcə də Allah Subhanahu Quran-Kərimdə buyurur ki, "Və mə Muhammedun illə rasul." Muhammed Allahın rəsuludur. İkincisi, onun şəriəti bütün insanlara və cinlərə şamil olunur. Yəni hər insanlardan hər biri, eləcə də cinlərdən hər biri onun şəriəti ilə mükəlləfdirlər. Onun şəriətini yaşamaqla, onun şəriətini tətbiq etməklə mükəlləfdirlər. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, "Qul ya eyyuhən-nas, inni rasulullahi ileykum cemi'a." Uca Allah buyurur ki, "De, ey insanlar, mən sizin hamınızın Allah tərəfindən olan peyğəmbəriyəm, elçisiyəm." Yəni burada sizin hamınızın deyir, hər bir kəsin. Bütün insanlara müraciət edir Uca Allah. Ey insanlar deyir, sizin hamınızın mən peyğəmbəriyəm, Allah tərəfindən olan elçisiyəm. Və bu da qiyamət gününə kimi Məhəmməd peyğəmbərin vaxtından, peyğəmbərlik göndərildikdən qiyamət saatına kimi kim var, hamısının Allah tərəfindən olan peyğəmbəridir. Müsəlmanların da, müşriklərin də, kafirlərin də, kitab əhlinin də hamısının. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisində buyurur ki, "Kənən nəbiyyu yub'asu ilə qavmihi xassah və bu'istu ilən-nas kafə." Bundan qabaqki peyğəmbərlər xüsusi olaraq öz qövmünə göndərilirdi. Amma mən isə bütün insanlara göndərilmişəm. Yəni xüsusi öz ümmətinə yox, bütün insanlara. Məhəmməd peyğəmbərindən öncəki ümmətlər belə Məhəmməd peyğəmbərin şəriəti ilə mükəlləf olurdu, əgər ondan sonra yaşasaydı. Necə ki, Məhəmməd peyğəmbərin vaxtında gələndən sonra nəsranilər olub, Məhəmməd peyğəmbərin dinini qəbul eləmişdi, bəziləri də qəbul eləməmişdi. Qəbul eləməyənlər, ziyana uğrayanlar oldu, qəbul edənlər isə qurtuluşu qazananlar oldu. Eləcə də başqa hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, "Bu'istu ilə kulli əhmənin və əsvəd." Mən hər bir qaraya və qırmızıya, yəni qara insanlara da, qara dərili insanlara da, qırmızı dərili insanlara da göndərilmişəm. Hər bir kəsi göndərilmişəm. İstər ərəbi olsun, istər digərləri olsun, istər kitab əhli olsun, istər müşriklər olsun, fərq etmir. Uca Allah Quran-Kərimdə buyurur ki, وَقُلْ لِلَّذ۪ينَ أُوتُ الْكِتَابَ وَالْأُمِّيِّينَ أَسْلَمْتُمْ فَاِنْ أَسْلَمُوا فَقَدْ اِهْتَدَوْا. Kitab verilənlərə və ummilərə denən ki, siz təslim oldunuz, İslam'a daxil oldunuz. Əgər İslam'a daxil olsalar, onlar doğru yolda olarlar. İslam'a qəbul olmaq da, İslam'ı qəbul etmək də Məhəmməd peyğəmbərin peyğəmbərliyini təsdiq etməklə olur. Hətta cinlərə belə onun şəriətini qəbul etmək vacibdir. Uca Allah Quran-Kərimdə buyurur ki, Təbərəkəl-ləzi nəzzələl-furqan alə abdihi liyəkunə lil-aləminə nəzira. Liyəkunə lil-aləminə nəzira. Allah mübarəkdir, ucadır. Hansı ki, o Quranın öz quluna nazil etdi ki, o bütün aləmləri onunla xəbərdar etsin. İbn Abbas radiyallahu anh buyurur ki, burada bütün aləmlər deyiləndə məqsəd cinlər və insanlar nəzərdə tutulur. Eləcə də Uca Allah Əhqaf surəsində buyurur ki, وَإِذْ صَرَفْنَا إِلَيْكَ نَفَرًا مِنَ الْجِنِّ يَسْتَمِعُونَ الْقُرْآنِ
Biz cinlərdən bir qrup insanı Quran dinləmək üçün oraya yönəldirdik. Deməli, cinlər də Quran dinləyir, Peyğəmbər sallallahu əleyhi və səlləmdən dinləyir, onun şəriətinə uyurlar. Eləcə də Uca Allah buyurur ki, "Ya qavmənə əcibu da'iyallah." Ey qövmlərimiz, ey qövmümüz, Allahın dəvətçisinə icabət edin. Allah tərəfindən olan dəvətçi də Məhəmməd Peyğəmbərdir. Uca Allah Quran-ı Kərimdə buyurur ki, "Ya qavmənə əcibu da'iyallahi və aminu bihi yəğfir lakum min zunubikum və yucirkum min azabin əlim." Ey qövmümüz, Allahın sizə olan dəvətçisini qəbul edin. Ona iman getirin ki, Allah sizin günahlarınızı bağışlasın və sizi ağrılı, acılı əzabdan qurtarsın. Deməli, birincisi o idi ki, ikincisi o idi ki, Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm bütün insanlara və cinlərə göndərilib. Təkcə insanlara göndərilməyib. Üçüncüsü, Məhəmməd Peyğəmbər, birincisi onun getirdiyi xəbərləri təsdiq etməkdir, etiqad etmək ki, o Allahın elçisidir. İkincisi, o bütün insanlara və cinlərə göndərilib. Üçüncüsü də Məhəmməd Peyğəmbərin peyğəmbərliyi sonuncu peyğəmbərlikdir. Ondan sonra peyğəmbər və elçi olmayacaq. Bununla Məhəmməd peyğəmbərliyə son qoyulub. Uca Allah Quran-ı Kərimdə buyurur ki, "Vəlakin Rasulullahi və xatəmən nəbiyyin." Lakin o Allahın elçisi və peyğəmbərlərin sonuncusudur. Eləcə də Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, "Və ana xatəmən nəbiyyin fələ nəbiyyə ba'di." Mən peyğəmbərlərin sonuncusuyam, məndən sonra peyğəmbər yoxdur. Deməli, bu üç şey La ilahe illallah kəlməsinin gərəkdirdiyi şeylərdir. Birincisi, etiqad etmək ki, Məhəmməd Peyğəmbər Allahın elçisidir. İkincisi, bütün insanlara və cinlərə göndərilib. Üçüncüsü də o peyğəmbərlərin sonuncusudur. Yaxşı, biz La ilahe illallah kəlməsinin mənasında dedik ki, dörd şey dedik. O dörd şeydə dedik ki, onun əmr etdiyinə itaat etmək, xəbər verdiyinə təsdiqləmək, qadağan etdiyi şeydən çəkinmək, Allaha onun getirdiyi şəriətlə ibadət etmək. Deməli, birincisi dedik ki, Allahın Peyğəmbərin əmrlərinə itaat etmək. Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللّٰهِ. Elə bir peyğəmbər göndərilməyib ki, Allahın izni ilə ona itaat olunmasın. Yəni, insan əgər şəhadət getirirsə və onun əmrinə itaat etmirsə, onda o şəhadətin nə mənası var? O şəhadətdə fayda nədir? Yəni, şəhadət getirir ki, Məhəmməd Allahın elçisidir, amma onun əmirlərini yerinə yetirməyə təkəbbürlük edir və yaxud onun əmirlərini tərk edir. Yəni, bir kəs əgər təkəbbürlüyündən və inatkarlığından onun əmirlərini tərk edərsə, Allah qorusun İslamdan çıxa bilər. Yəni, bir kəs deyir ki, yox, boş şeydir onun əmirləri. Yəni, bu, o deməkdir ki, sənin dilinlə deməyin ki, Məhəmməd Allahın elçisidir, yalandır. Sən onu demirsən. Yəni, qəlbinlə etiqad eləmirsən. Qəlbinlə etiqad etsən, onu əməllərində, ən azından dilinlə deyərsən ki, bəli, onun əmrlərini yerinə yetirmək vacibdir. Bəzən də onun təkəbbürlüyündən deyil, asiliyindən tərk edir. Bəzi əmrlərini tərk edir. Yəni, zəifçiliyindən tərk edir. Bu, asi insan olur, günahkar insan olur. Amma təkəbbürlüyündən tərk etmək, bu, Allah qorusun, təhlükəli məsələdir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, "Kullu ümmeti yedxulunəl cənnətə illə mən əbə." Mənim ümmətimin hər biri cənnətə daxil olacaq, yalnız üz döndərənlərdən başqa. Səhabələr soruşdular ki, "Və mən yəbə ya Rasulallah?" Kim üz döndərəndir ey Allahın elçisi? Deyir ki, "Mən əta'ani dəxaləl cənnə, və mən asani fəqət əbə." Kim mənə itaat edərsə, cənnətə daxil olar. Kim mənə asilik edərsə, o artıq üz döndərmiş olur.
inatkarlıq etmiş olur. Allah qorusun. Ona görə də Peyğəmbərə itaət vacibdir. Yəni, Peyğəmbər sənə sallallahu aleyhi ve sellem deyirsə ki, bunu et, deməlisən ki, başım və gözüm istə. Yəni, namaz qıl, başım gözüm istə. Oruç tut, başım gözüm istə. Yəni, nə əmrlər olursa Allah tərəfindən ona təkəbbür etməli deyilsən. Uca Allah Quran-ı Kərimdə buyurur ki, İnnəmə kənə qavlul müminə izə du'u ilallahi və rasulihi liyəhkumə beynəhum ən yəqulu səmi'nə və ata'nə. Möminlərə yaraşan odur ki, onu Allaha və Rasuluna çağırdığı zaman, yəni onlar arasında hökm vermək üçün Allaha və Rasuluna çağırdığı zaman, onlar deyər ki, eşitdik və itaət etdik. Çünki hidayət olmaq istəyirsənsə, doğru yolda olmaq istəyirsənsə, Peyğəmbərinə itaət etməlisən. Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَاِنْ تُطِعُوا تَهْتَدُوا. Əgər siz ona itaət etsəniz, وَاِنْ تُطِعُوهُ تَهْتَدُوا. Əgər ona itaət etsəniz, doğru yola yönələrsiniz, doğru yolda olarsınız. Başqa ayda Uca Allah buyurur ki, وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ. Ona itaət edin. Onun ardınca gedin, bəlkə doğru yola yönəldəsiniz, doğru yola düşəsiniz. Deməli, onun əmrlərinə itaət etmək vacibdir. Deməli, 4 məsələdən birincisi, onun əmrlərinə itaət etməkdir. İkincisi, getirdiyi xəbərləri təsdiq etməkdir. Bu barədə də danışdıq, təsdiq barəsində. Etiqad etməyəsə ki, onun xəbərləri doğrudur. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem hər məsələ barəsində xəbər verib. Köhnə qövmlər barəsində, gələcək qövmlər barəsində, hətta elə şeylər barəsində xəbər verib ki, köhnə dövrlər barəsində insanlar təəccüblü gəlib. Gələcək dövrü barəsində xəbər verib, yəni dəmirin göydə uçması barəsində sahabələr təəccüblü gəlib. İndi bizə təəccüblü deyil, təyyarənin göydə uçması. Sahabələr təəccüblü gəlib, çünki onlar görməyiblər, görməmişlər. Amma buna baxmayaraq, onlar iman getirirdilər. Bəzən elə məsələlər barəsində Peyğəmbərimiz sallallahu aleyhi ve sellem xəbər verirdi ki, onlar təəccüblənirdilər, deyirdilər ki, belə ola bilər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən buna iman getirmişəm ki, belə olacaq. Yəni, qiyamət günündə nə olacaq, qəbir həyatında nə olacaq, elə şeylər barəsində. Bəzən ola bilər ki, insan deyər ki, bu məsələ hansısa bir hədisdə, Quran ayəsində olan məsələ mənim ağlıma girmir. Ağlımla oturuşmur. Ola bilər. Şərt deyil sənin ağlınla oturuşsun, sənin ağlıva yatsın. Bu ola bilər ki, sənin ağlının naqisliyindən olsun, mənim ağlımın naqisliyindən olsun, mənim ağlıma yatmasın. Amma şəriətdə gəlibsə, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem xəbər veribsə, biz birbaşa şübhəsiz, sualsız qəbul etməliyik Peyğəmbərimizin sallallahu aleyhi ve sellem xəbərlərini. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə sahabələrinə təəccüblü bir hədis barəsində xəbər verib. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem köhnə ümmətlər haqqında buyurur ki, bir vaxtda bir kişi öz inəyinin üstünə minir, onu sürmək istəyir. İnəyi ona dönüb deyir ki, biz bunun üçün yaranmamışıq. Biz tarlada əkin üçün yaranmışıq. Sahabələr təəccüblənirlər. Deyirlər ki, subhanallah, inək danışır. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, mən də buna iman getirmişəm. Əbu Bakır da buna iman edib. Ömər də buna iman edib. Yəni, bu xəbərə nə qədər təəccüblü olsa belə, inəyin, heyvanın danışması, mən də iman etmişəm. Ömər də, Əbu Bakır da, Allah onlardan razı olsun. Allahın salavatı və salamı Peyğəmbərimiz sallallahu aleyhi ve sellem olsun. Çünki onlara qərib məsələ idi, inəyin danışması. Çünki bundan əvvəlki ümmətlərdə Yusuf Aleyhisselamın qissəsində canavarın danışması və s. Bunlar onu göstərir ki, Allahın izni ilə Allah istəsə heyvanla danışır. Allah istəsə qiyamətə yaxın ağaclar dilə gələcək, Dəccalın yerini göstərəcək. Bunlar bizə xəbər verilib. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem tərəfindən, Allah tərəfindən xəbər verilib. Biz də ona iman getirmişik. Necə ola bilər, nə tör ola bilər bizə maraqlı deyil. Hətta başqa hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem başqa bir xəbər verir. Deyir ki, bir gün bir kişi qoyun otarırdı.
Çoban idi, qoyun otarırdı. Bir qurd gəlib onun çobanın quzusunu oğurlayıb qaçdı. Və çoban qaçıb onun əlindən quzusunu aldı və qurd dilə gəldi. Dedi ki, sən mənim əlimdən aldın. Heç bir kəsin olmadığı bir gündə, yəni yırtıcı heyvanların olduğu bir yerdə, sən olmayan bir yerdə onu mənim əlimdən kim alacaq? Sahabələr təəccüblənirlər. Deyirlər ki, qurd danışır. Peyğəmbər sallallahu əleyhi və səlləm yenə deyir ki, mən iman etmişəm, Əbu Bakır iman edib, Ömər iman edib. Yəni imanı kamil idi onların və Peyğəmbər sallallahu əleyhi və səlləmin xəbərini necə təsdiq etdiyin göstərirdi. Necə ki, bundan başqa da misallar var. Əbu Bakır radiyallahu anhunun yanına Qureyş kafirləri gəlib, Qureyşli müşriklər gəlib deyəndə ki, sənin Peyğəmbərin iddia edir ki, o bir gecədə Məkkədən Əqsa şəhərinə, Qüds məscidinə, Qüds şəhərinə gedib, oradan da göyə qalxıb, yəni şübhə atmaq istədilər Əbu Bakır radiyallahu anh'a. Əbu Bakır radiyallahu anh deyir ki, mən bundan daha təəccüblü şeyə iman etmişəm. Mən iman etmişəm ki, Allah subhanahu ta'ala bizə Peyğəmbəri vasitəsilə danışır, məktub göndərir, xəbərlər göndərir. Yəni, göydən bir vəhyin enməsi ondan daha təəccüblü şeydir. İnsan sehirbazlar da uça bilər, gedə bilər, nəsə eləyə bilərlər. Yəni, burada təəccüblü bir şey, əslində təəccüblüdür, amma o qədər təəccüblü deyil. Allah səninlə danışır, sənə məktub göndərir, sənə xəbər göndərir ki, bunu elə, bunu eləmə. Buna iman etmişəm. Onların imanı kamil idi. Sən Muhammedin Allahın elçisi olmağını şəhadət getirirsənsə, sənə labüddür ki, bu ağlığa ziddiyyət getirsə belə, onun xəbərlərini qəbul edəsən. Baxmayaraq ki, Peyğəmbərin sallallahu əleyhi və səlləmin xəbərləri, getirdiyi xəbərlər ağıllara ziddiyyət daşımır, ağıllara zidd deyil. Sadəcə bəzi insanların ağıllarına ziddiyyət ola bilər. Elə bilər ki, bu ağılla ziddir. Əksinə, insan ziddiyyət olduğunu görərsə şəriətdə, ağlını ittiham eləməlidir, ağlını qırağa qoymalıdır, məzhəbləri qırağa qoymalıdır, kimlərinsə sözünü qırağa qoymalıdır. Yəni, Allah Rəsulunun sallallahu əleyhi və səlləm sözünün qarşısında heç bir kəlamı qoymalı deyil, əgər insan qurtuluş istəyirsə. Deməli, dedik ki, birincisi, onun əmirlərini yerinə yetirmək, onun əmirlərinə itaat etmək, ikincisi, verdiyi xəbərlərə təsdiq etmək. Üçüncüsü isə, onun qadağan etdiyi şeylərdən, eləcə də çəkindiyi şeylərdən çəkinmək. Bu da Peyğəmbərimizə tam Peyğəmbərliyin qəbul edən, yəni onun əmrlərini yerinə yetirdiyi kimi, onun qadağalarından da çəkinməlidir. Onun qadağan etdiyi məsələlərdən də çəkinməlidir. Əgər o məsələ, yəni orada Peyğəmbər sallallahu əleyhi və səlləmin qadağaları iki növdür. Birinci, qadağan eləyir, haramlığına dəlalət eləyir. İkinci, qadağan eləyir, qadağan elədiyi məsələləri bəzən özü eləyir və yaxud onun yanında eləyən vaxtı ona səsini çıxarmır. Bu da onu göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm harama susmazdı, batilə susmazdı. Susubsa deməli, bu bəyənilməməyə dəlalətdir, kərahətə dəlalətdir. Yəni, bir kəsin sağ əllə yeməsi sünnədir. Peyğəmbər sallallahu əleyhi və səlləm sol əllə yeməyi qadağan edib. Bir kəs sol əllə yesə, günah qazanmaz. Amma bəzən inatkarlığından, təkəbbürlüyündən günah qazana bilər. Sünnəni inkar elədiyinə görə günah qazana bilər. Necə ki, bu məsələ Peyğəmbər sallallahu əleyhi və səlləm yanında baş vermişdi. Peyğəmbər sallallahu əleyhi və səlləmin yanında bir kəs sol əli ilə yeyir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sol əlinlə yemə. Deyir, bacarmıram. Deyir, səni görmək heç bacarmayasan. Çünki o təkəbbürlüyündən eləyir. Deyir, onun əli şikəst oldu, sağ əli şikəst oldu və heç vaxt onu sağ əlin ağzına kimi qaldıra bilmədi. Subhanallah. Allah Rəsulunun əmrini təkəbbürlüyündən tərk eləməyin cəzasıdır bu. Bu hələ dünya cəzasıdır. Axirət cəzası daha da şiddətlidir. Bilmirik, axirətdə nə gözləyir onu. Ona görə də Allah Rəsulunun əmirlərinə xilaf olmaq təhlükəlidir.
Uca Allah Quran-ı Kərimdə buyurur ki: "Fəlyahdərillezine yuxalifun an əmrihi an tusibahum fitnatun aw yusibahum azabun alim." Qoy onun əmrinə xilaf çıxanlar qorxsun ki, onların başına bir müsibət gələr, fitnə gələr və yaxud ağrılı, acılı bir əzab gələr. Allah qorusun. Allah Rasulunun əmrindən çıxmaq, ona əmrini yerinə yetirməmək necə də təhlükəlidir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də hədisində buyurur ki: "Cu'ile'z-zillatu ve's-sigaru ala men xalafa əmri." Zərillik və alçaqlıq mənim əmrimə xilafda qoyulub. Kim ona xilaf olursa, onda qoyulub. Deməli, 3 məsələ oldu. Birincisi, verdiyi xəbərləri təsdiq etmək, verdiyi əmrlərə itaət etmək. İkincisi, xəbərlərə təsdiq etmək. Üçüncüsü də qadağanlıq etdiyi şeydən çəkinmək. Dördüncüsü də Allaha onun getirdiyi şəriətlə itaət etmək. Yəni, Allaha olan yol Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm gəldikdən sonra bütün yollar bağlandı. Bir yol qaldı, o da Məhəmməd sallallahu əleyhi və səlləm yolu qaldı. Ondan qabaqki bütün şəriətlər nəsx olundu. Halbuki ondan qabaqki Musa əleyhissalamın getirdiyi şəriət, İsa əleyhissalamın getirdiyi şəriət məqbul idi, qəbul olunan idi Allah tərəfindən. Amma Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləmin peyğəmbərlik gəldiyindən sonra bütün yollar nəsx olundu, hökmü götürüldü. Allah yanında qəbul olunan din Məhəmməd Peyğəmbərin sallallahu əleyhi və səlləm getirdiyi din oldu. Uca Allah Quran-ı Kərimdə buyurur ki: "İnnəd-dine indallahi'l-İslam." Allah yanında qəbul olunan din İslamdır. Ondan başqa dinlər qəbul deyil. Yəni kim ki Allaha yaxınlaşmaq istəyirsə, Məhəmməd Peyğəmbərin yolu ilə yaxınlaşsın. Yoxsa o ona Allaha yaxınlaşmaq yox, Allahdan daha da uzaqlaşdıracaq. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisində buyurur ki: "Mən amilə aməlan leysə aleyhi əmruna fəhuva radd." Kim bir əməl edərsə, o bizim əmrimizə müxalif olarsa, o rədd olunar, qəbul olunmaz. Sonra onun üçün başqa bir cəza vardır. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki: "Fə innə əsdaqal hadis kəlamullah." Həqiqətən sözlərin ən doğrusu Allahın kəlamıdır. Və xeyrul hadi Muhammed sallallahu əleyhi və səlləm. Və ən doğru yol da Muhammed sallallahu əleyhi və səlləmin yoludur. Və şerrul umur muhdesatuhə. Və məsələlərin, işlərin ən şərlisi dində yenilikdir. Və kullu muhdesetin bid'ah. Hər bir yenilik də bidətdir. Və kullu bid'atin dalalah. Hər bir bidət də zəlalətdir. Və kullu dalalati finnar. Hər bir zəlalət də cəhənnəmdə olan oddur. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin dininə bir yenilik gətirmək cəhənnəmdə od hazırlamaqdır. Bu ümumi olaraq Muhammedən Rasulullah şəhadətinin mənası oldu. Deməli mənası 4 dənədir dedik. Birincisi Yox, Peyğəmbər Muhammedən Rasulullah şəhadətinin mənası dedik. Əmirlərinə itaət etmək, xəbərləri təsdiq etmək, qadağalarından çəkinmək, Allaha onun şəriəti ilə itaət etmək, ibadət etmək. Sonra müəllif rahimehullah deyir ki: "Və dəlilus salat və zəkat və təfsirut tevhid qawluhu Teala: "Və ma umiru illa liya'budullaha mukhlisina lahu-d-din hunafa və yuqimus salata və yutuz zakat və zalika dinul qayyimah." Dedi ki müəllif rahimehullah, namazın, zəkatın, tövhidin təfsiri Uca Allah bu kəlməsində buyurur ki, onlar Allaha ixlaslı şəkildə dini ona hənif olaraq ibadət etməyə əmr olunub, namaz qılmaq və zəkat vermək əmr olunub. Bu da doğru düzgün olan dindir. Bu ayədə tövhidin təfsir edir Uca Allah. Yəni, la ilahe illallah kəlməsi təfsir edir. Çünki bilirik ki, tövhid iki qism, tövhidin, la ilahe illallah kəlməsinin 2 rüknü var. Hansılardır? İnkar, isbat. Bu ayədə də onlara Allaha xalis din olaraq ibadət etmək əmr olunub. Burada isbatdır. Hünəfə də hənif olaraq, yəni həniflər bilirsə ki, Allah heç bir şeyi şərik qoşmayanlardır. Bu da inkardır. Bütün bütləri inkar etməkdir.
Və ikinci rükün olaraq namazı zikr edir. Və yuqimus-salah, namaz qılmağa əmr olunub. Və namaz da dinin sütunudur. Və tövhiddən sonra Allahın əmr etdiyi ən əzəmətli əmridir. Necə ki, Ömər radiyallahu anh bir gün Ömər radiyallahu anh nə zaman ki, namazda bıçaqlanır, yaralanır, o sonra deyir ki, yatağında olan vaxt deyir ki, Əs-salah, əs-salah, fə innəhu la hazza fil-islam ilmən tərəkəs-salah. Namaz, namaz, namazı tərk edənin İslamdan payı olmaz, deyir Ömər radiyallahu anh. Namazın məsələsi o qədər təhlükəlidir ki, kim o namazın vacibliyini inkar edərsə, yəni deyərsə ki, namaz boş şeydir, vacib deyil, Allah qorusun İslamdan çıxar. Təhlükəli məsələdir. Bilirsiniz ki, bu məsələdə ixtilaf yoxdur. Yəni kim deyərsə ki, vacib deyil, namaz boş şeydir, o Allah qorusun İslamdan çıxır. Amma kim tənbəlliyindən belə tərk edərsə, burada ixtilaf var alimlər arasında. Görün necə təhlükəli məsələdir. Çünki qiyamət günü də soruşulan ilk əməl namaz olacaq. O qəbul olunarsa digər əməllərə baxacaqlar. Ona görə namaz məsələsi təhlükəli məsələdir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, "Əl-əhdu'l-ləzi beynənə və beynəhumu's-salah." Bizimlə onların arasında əhd namazdır. Kim tərk edərsə küfr etmiş olar. Allah qorusun. Küfür də Allah qorusun təhlükəlidir. İkinci rüknə keçir, o da üçüncü rüknə keçir, o da zəkatdır. Zəkat da bilirsiniz ki, insanın müəyyən maldan vacib olunan bir pul növüdür. Ya bu qızıldan olur, qızıl gümüşdən olur, onu əvəz edən kağız pullardır. İkinci qism otlayan heyvanlardan olur, dəvədir, inəkdir, qoyundur, bunlardan olur. Burada da bilirsiniz ki, onların da xüsusi növü var, dəvədən neçədən, inəkdən neçədən, qoyundan neçədən. Eləcə də üçüncü qism yerdən çıxan, əkindən çıxan, yəni dənli bitkilərdəndir. Uca Allah Quran kərimdə buyurur ki, وَآتُوا حَقَّهُ يَوْمَ حَسَادِهِ. Onun zəkatını biçim vaxtı verin. Dördüncü qismdə ticarətə çıxaran mallardır. Nəyə ki, ticarət üçün çıxarırsansa, onlardan zəkat versən, hesablayıb zəkat versən. Və bilmək lazımdır ki, zəkatı çıxarmaq yəni dərhal vacibdir. Zəkatın vaxtı çıxarılır, dərhal vacibdir. Onu gecikdirmək günahdır. Onu gecikdirmək günahdır. Hətta bir saat belə. Üzürsüz yerə gecikdirmək günahdır. Vaxtından tez çıxara bilərsən. Amma onun vaxtı çatdı. Deyək ki, Ramazan ayının 5-i hesablamırsan ki, sənin zəkata düşürsən, üstündən bir il keçməlidir ki, sən zəkat çıxarasan. Bir il ərzində sənin zəkat malın azalmayıbsa, həmin Ramazan ayının 5-i çatanda sən dərhal həmin günü zəkatı hesablayıb çıxarmalısan. Düzdür, hesablayan vaxtı mal çox olanda gecikmə ola bilər, üzürlü səbəbdə. Hesablayan vaxt tam hesablaya bilməmsə, üzürlü səbəbdə gecikmə ola bilər. Amma üzürsüz səbəbdə gecikdirmək günahdır. Dördüncü rükunda, İslamın rükunlarından dördüncü rükunda Ramazan orucudur. Uca Allah Quran kərimdə buyurur ki, "Şəhr Ramazan əlləzi unzilə fihil Qur'an." Quranın nazil olduğu ay Ramazan ayıdır. Oruc da yəni fəcr vaxtından gün batana kimi yeməkdən, içməkdən, eləcə də yaxınlıqdan və Allahın haram etdiyi şeylərdən uzaq durmaqdır. Beşinci rükunda Allahın haram buyurduğu evi, Allahın haram evini həcc etməkdir. Onu da kim bacarırsa, qarşısından da həcc mövsümü gəlir. Allah mənə də, sizə də ixlaslı şəkildə məbrur həcc edənlərdən etsin. Bunlar da İslamın 5 rüknudur. Hansı ki, hər bir müsəlman vacibdir ki, onları yerinə yetirsin. Bu, İslamın dirəkləridir. Çünki İslam o dirəklər üzərində bina olunub. Çünki hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyuruyor ki, Buniyəl İslam alə xams. İslam 5 dirək üzərində bina olunub. Şəhədətən la ilahe illallah və enne Muhammedən Rasulullah və iqamus salah və itəz zəkah və həccül beyt və savm Ramazan. La ilahe illallah Muhammedən Rasulullah şəhadətini getirmək,
namaz qılmaq, zəkat vermək, həcc etmək, oruç tutmaq. Və bunlar da təbii ki, zəkat müəyyən vaxtda, bacarığı olanda və yaxud malı olanda vacibdir. Həcc isə bacarırsansa vacibdir. Oruc xəstə deyilsənsə, sağlamsansa vacibdir. Eləcə də həddi buluğa çatmırsansa vacibdir. Namaz isə hər bir halda vacibdir. Eləcə də şəhadət. Və ondan sonraki mərtəbə artıq iman gəlir. Birinci mərtəbə İslam idi, ikinci mərtəbə dinin 3 mərtəbəsi, ikinci mərtəbə iman idi, üçüncü mərtəbə ihsan idi. Birinci mərtəbə İslam, ikinci mərtəbə iman. İmanın da 6 rüknü var. Allaha iman, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qəza və qədərin Allah tərəfindən olmasına. Bu dərsdə, bunu da gələn dərsdə danışarıq inşallah. Allah işdə faydalanlardan etsin. Subhanəkallahumma və bihamdik və əşhədu an la ilahə illə ənt və əstəğfiruka və etûbü ilayk.